Şübhəsiz bu adı çəkilən dövlətlərin bölgədə geosiyasi maraqlarından irəli gəlir və həmən dövlətlərin geosiyasi maraqları ilk növbədə bölgədə gərginliyin yüksəldilməsinə xidmət edən amil kimi qiymətləndirməlidir. Yeri gəlmişkən 2 gün əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri xanım Zaxarova da Fransanın Cənubi Qafqazda həddən ziyadə fəallığını məhz Fransanın bölgədə geosiyasi konfiqurasiyanın dəyişdirilməsi istiqamətində fəallığı kontekstdə izah etmiş və bəyan etmişdi ki, məqsəd Rusiyanın bölgəyə nüfuz imkanlarının məhdudlaşdırılmasına yönəldirib. Bütövlükdə isə nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlarda Biden iqtidarının hakimiyyətdən getməsindən sonra qlobal maştabda Avropa Birliyində iqtidarda təmsil olunmuş qlobalistlərlə Birləşmiş Ştatların Trump hakimiyyəti arasında dünya nizamı və onun perspektivlərinə münasibətdə baxışlar xeyli dəyişib və təbii ki, bu baxışların dəyişməsi Cənubi Qafqazla bağlı proseslərə də sirayət etməyə bilməzdir. Qeyd etmək lazımdır ki, Fransanın və Britaniyanın fövqəladə və səlahiyyətli səfirlərinin adı çəkilən bölgələrə səfərləri bu kontekstdə izah olunur ki, məsəl üçün Olivier de Courtigny bununla bağlı Armen Press-ə müsahibə verir və qeyd edir ki, məqsəd Avropa Birliyinin müşahidə missiyasının bölgələrdə fəaliyyətini izləmək, bu fəaliyyətlə tanış olmaq və təbii ki, bu bölgələrdə əhalinin təhlükəsizliyinin bundan sonra da təminatı sayəsində Avropa Birliyi müşahidə missiyasının öz üzərinə götürdüyü monitorinq, öz üzərinə götürdüyü belə deyək də, missiyanın nə dərəcədə həyata keçirib-keçməməsinə bağlı məsələlər ətrafında monitorinq keçirməkdir. Amma eyni zamanda səfir həmən müsahibəsində qeyd edir ki, son bir neçə ildə Fransanın Ermənistanla münasibətləri yüksələn xəttlə inkişaf edir. Hətta qeyd etməyi də unutmur ki, keçən il Fransanın nəinki xarici müdafiə nazirlərində Ermənistana səfəri olub və qeyd etmək lazımdır ki, Fransa NATO üzvü olan bir dövlətdir və bu eyni zamanda NATO üzvü olan bir dövlətin deməli Ermənistana səfəri ampulasını qiymətləndirməlidir. Bu səfərlərin nəticəsində bəllidir ki, Fransa Avropa Birliyində məhz Ermənistanı silahlandıran dövlətlər sırasında ilkin yerlərdən birini tutur. Düzdür, bütövlükdə Ermənistanın silahlandırmasında birincilik Hindistana aiddir. Ümumiyyətlə, Ermənistan ordusunun silah-sursatla təchizatında Hindistanın rolu və payı təhsil ki, bugün təxminən 43%-ə yüksəlib, amma Fransanın da bu mənada rolu kifayət qədər yüksəkdir. Hərçənd ki, səfir qeyd edir ki, biz Ermənistanı müdafiə xarakterli silahlarla təmin edirik. Özdə söhbət Ermənistanın hava hücumundan müdafiə sisteminin möhkəmləndirməsinə yönəldilmiş silahların Ermənistana verilməsindən gedir. Və bununla bağlı səfir özü də qeyd edir ki, Azərbaycan tərəfi, konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyev özünün müsahibələrində Avropa Birliyini və Fransanın konkret olaraq bölgədə gərginliyin yüksəldilməsi istiqamətində addımlar atmaqda ittiham edirlər və bununla yanaşı qeyd olunur ki, təbii ki, bütün bu niyyətlərin və addımların arxasında təbii ki, geopolitik oyunlar da olmamış deyil. Söhbət təbii ki, Rusiya və Avropa Birliyi arasında Cənubi Qafqazdakı proseslərdir.